Deməli, dövr qanun, dövr sistemdə atomun elektron formulundakı bəzi sualların izahına baxaq. İndi isə deməli, əvvəlcə 3-cü suala keçid eləyək. 3-cü sual deyir ki, atomun nüvəsində atom verir bizə, yəni ki, X elementi deyə bilərik bu atomun. Nüvəsində 22 proton var. Tez biz X yazırıq, protonun sayını 22 qeyd edirik. Olan elementin dövr sistemi mövqeyini müəyyən edir. Mövqey deyirsə, biz mövqeyi bilirdik ki, tam elektron formulunu yox, qısa elektron formulunun üzərində müəyyən edirdik. Təbəqələri yazıram. 2, 8, qaldı yerə 12. 3-cü təbəqəyə də 12 yaza bilirəm. Yazdım 12 və mən bilirəm ki, 2, 8-in üstündə mən elementin mövqeyini müəyyən eləməyəcəm. Mən elementin mövqeyini 3-cü təbəqədə, bu 12-də 3S2, 3P6. 12-ni 8, 7 qaldı geriyə 4-ü. 3D gözləyir, 4 isə 2 yazıram, qalan 4-ün ikisini isə 3D yazıram. Qısa elektron formulum oldu 3D2, 4S2. Bu element baxıram ki, hərflərin qarşısında duran böyük rəqəm onun dövrü, 4-cü dövr. Hərflərin üzərində olan elektronların sayının cəmi 2 üstə 2, 4-cü qrup. Və D varsa olacaq əlavə yarım qrup. B elementi. Baxıram burada. 4-cü dövr, 4-cü qrup, əlavə yarım qrup. Cavab oldu B variantı. Növbəti sual 6-cı sualdır. Hansısa atomun normal halda xarici energetik səviyyəsindəki cütləşməmiş elektronların sayı ən azdır. Bunu bir-bir gərək yazardınız uşaqlar. Yazıram fosfor 15. Yazıb tapardınız. 2, 8, geriyə qaldı 5. Xarici energetik təbəqədə 5-dir. 5-i yazıram 3S2, 3P3. Heç normal halda xarici energetik səviyyəsindəki cütləşməmiş elektronların sayı ən azdır. Ən az olsun. Burada cütləşməmiş, burada hər ikisi cütləşib elektronlar, cütləşməmiş elektron buradadır. 3 orbital çəkdim. 1 elektron, 2 elektron və 3 elektron. Deməli, burada 3 dənə elektron cütləşməmişdir. Sonra keçirəm B variant. Azot 7, azot 7, 2, 5. 5-i böləcəm 2S2, 2P3. Burada da yenə 3 ədəd cütləşməmiş var. Buradan görünür. Sonra karbon 6. Karbon 6-nı böləcəm. İkisi bura düşəcək, 4-ü bura düşəcək. Bu 4-ü bölərəm. 2S2, 2P2. Cütləşməmiş burada nə qədər olacaq? 2 ədəd olacaq cütləşməmiş. 1, 2 elektron. 2 dənə burada oldu. Sonra gəldik natrium 11. 2, bura düşər 8, bura düşəcək 1. Bu elədir 3S1. Cütləşmiş elektron sayı 1 ədəddir. Sonra gəldi S16. 2, 8, 6. 6-nı böləcəm 3S2-yə, 3P4-ə. Aha, cütləşməmişim buradadır. Bəs nə qədərdir? Əlbəttə ki, 2 ədəddir. 1 elektron, 2 elektron, 3 elektron, 4-cü elektron. Cütləşməmiş nə qədər oldu? 2 ədəd oldu. Yəni tək elektronlu orbitaldan söhbət gedir burada. İndi baxaq. Deyir ki, cütləşmiş elektron sayı ən azdır. Cütləşmiş elektron sayı ən azdır. Natriumda 1 ədəd. Qalanlarında 3 və 2 ədəddir. D variantıdır cavab. İndi gəlir 14-cü sualda bizə nə deyir? 14-cü sual. Xlor 1 mənfi. İyonunda elektron sayıda 17, proton sayıda 17 iyonuna uyğun qısa elektron formulunu göstərin. Baxırıq uşaqlar, burada biz 17-ni parçalaya bilmərik. Biz burada nəyi parçalayacağıq? Əlbəttə ki, belə deyək, elektron sayını tapmalıyıq və yaxud da belə deyə bilərik. Protonun sayını yazaq. 17-ni 2, 8, 7. 7-ni parçalayacağım. 3S2, 3P, 5 düşəcək. Bu əlbəttə ki 3S-də cüt elektronlar qalacaq. P-də olan 5 elektron haradadır? 1, 2, 3, deməli 4 və 5 elektron. Deməli bu 17-ni böldük. Belə 5 elədi. Amma indi deməli 3S2, 3P5. Bu vəziyyət alındı bizə elektron konfigurasiyası. İndi bizdə axı bunu İyon halındadır. İyon halında olanda nəyə fikir verməliyik? Həmin iyona fikir verməliyik. Elektronla ayırmalıyıq. Elektron sayı neçə eləcək? Proton 17-dirsə, mənfi 1-dirsə bu, 1 mənfidirsə nə eləyər? Üstünə gəlir, olar 18. Aha, nə oldu? Elektron sayı 1 vahid artdı. Artan hara təsir eləyəcək? Buradakı olacaq neçə? 8. Artıq bura 2 düşəndə, bura neçə olacaq? 6 olacaq. Özüm sizə 17-ni böldüm ki, sonraki dəyişən vəziyyəti görəsiniz. İyona görə.
Bu oldu necə? Bu 1 mənfi idi. Gəldi bura oldu 8. Bu 8-ə görə buna 2 düşdü, buna 6 düşdü. Bu 6-nın da hara 1 elektronu belə düşəcək. Olacaq 3s2 3p6. Cavab oldu B variantı. 16-cı suala baxaq. Elektron formulu verilmiş elementlərdən hansı daha qüvvətli redüksiyicilik xassəsi göstərir? Deməli bu nəyə nəzər yetirər? Baxaq görək ki, hərflərin qarşısındakı bütün rəqəmlər ən böyük rəqəm 3-dür. Deməli bu element 3-cü dövrdədir. 3-cü dövrdədir. Daha doğrusu bu element yox, bu maddələr 3-cü dövrdədir və 3-cü dövrün daxilində söhbət gedir ki, yəni nədir? Redüksiyicilik xassəsinin göstərilməsi. Hansı daha qüvvətli redüksiyicilik xassə göstərilməsi? Qrupları müəyyən edirik. Deməli, burada A bəndir. Belə deyək də, yerləşdiyi qruplara baxaq. Var deməli bizdən neçənci qrup? Ən kiçik qrup 2-ci qrup var. Baxın, elektronların sayına baxıram B bəndində. 3s2 3p0. Bu 2-ci qrup deməkdir. Ondan sonra var Y variantında. Deyək ki, bu olsun B variantı. Y variantında neçənci qrupdur? 3-cü qrupdur Y variantı. Ondan sonra var 4 yoxdur 5-ci qrup var. C variantı. C variantı 5-ci qrup. Sonra gəldi D variantı 6-cı qrupdur. D variantı 6-cı qrup. A variantı isə 7-ci qrupun elementinin elektron formulu, qısa elektron formulu verilib və bizə deyir ki, verilmiş elementlərdən hansı baxın 3-cü dövrün daxilindədir deyə bura 3 yazdım və variantları qruplarına yerləşdirdim. Hərəsinin öz qrupuna yerləşdirdim. Hansı deyir ki, daha qüvvətli redüksiyicilikdir. Biz də bildik ki, redüksiyicilik dövrlər üzrə soldan sağa və sağdan sola dəyişir. Soldan sağa redüksiyicilik bu istiqamətdə redüksiyicilik azalırdı. Çünki metallıq da azalırdı. Amma redüksiyicilik sağdan sola istiqamətdə nə olurdu? Artır. Reduksiya edicilik. Reduksiya edicilik sağdan sola artır. İndi deyir ki, qüvvətli reduksiyicilik xassə göstərir. Hansı? B variantıdır. Yəni ki, ikinci qrupda olan cavab B variantı. Növbəti sual 20-ci sualdır. 20-ci sualda bizə verilib Z elementin dövr sistemində mövqeyini müəyyən edin. Aha. Deməli, burada deyir ki, elementin dövr sistemində mövqeyini müəyyən edin. Z elementi verir. Elektronu 2, 8, 3. Bu 3'ü bölərik. 3s 3-cü təbəqədə, yəni ki, m bərabər 3'dür. Bu 3s 2, 3, p 1. Nə oldu? 3-cü dövr oldu. Əsas yarım qrupdur. sp var. Bir də neçənci qrup oldu? Hərflərin üstündəki rəqəmlərin cəmi, elektronların cəmi. 3-cü qrup oldu. 3-cü dövr, 3-cü qrup. Əsas yarım qrup elementidir. 3-cü dövr, 3-cü qrup. Cavab Y variantı. Növbəti suala baxaq. Növbəti sual. 27-ci sualdır. Element hidrogenlə RH2 tipli uçucu birləşmə. Uçucu birləşmə əmələ gətirirsə, bu 3-cü dövrdən sonraki elementlərdir. 3-cü qrupdan sonraki daha. Çünki biz bildik ki, 1-ci, 2-ci, 3-cü qrupda əksərən metallar idi. Onların da hidrogenli birləşmələri uçucu olmayan idi. Element deyir ki, hidrogenlə RH2 tipli uçucu birləşmə əmələ gətirir. Bu elementin qısa elektron formulunu müəyyən edin. Gəlin biz belə eləyək. Valentlik tapaq. Valentlikdən qrupdan buradan müəyyən eləyək. Axı mən sizə qrupdan öyrətmişdim. Qrupu müəyyən eləmək. Uçucu deməli birləşmə deyirsə, nə eləyirdik? Bax, hidrogen valentli 1'dir. Erin üstündə də 2 olub onda. Erin üstündə 2 olubsa, bu nə deməkdir? Deməli, er 6-cı qrupda olub ki, 6-dan çıxıb ümumi qrupun sayını və yaxud 8-dən ümumi qrupun sayından çıxıb 6'nı düşüb bura 2 valentli. Deməli, er neçənci qrup elementiymiş? 6-cı qrup elementiymiş er. 6-cı qrup olduğunu da buradan necə taparıq? Bax, buradan 2 plus 4, 2 plus 4 bərabərdir 6. 3s2, 3p4. Elə də 6-cı qrup. Cavab C variantı. Uçucu olmayan RH2 hidrogenli birləşmə desəydi, 2 düşəcəkdi bura, 1 düşəcəkdi bura. Elə erin yerləşdiyi qrupun nömrəsi 2 olacaqdı. Cavab da olardı B variantı. Ona görə sizə həm B-ni verib, həm C-ni verib. Siz amma uçucu olub olmadığına diqqət yetirirsiniz hökman. 30'da nə deyir bizdən? Soruşur ki, Y9 və Z14 elementlərindən əmələ gələn birləşmənin formulunu müəyyən edin. Biz buradan elementin özünü də tapa bilərik. Birinci dövrdə hidrogen helyum idi. İkinci dövrdən də 7 rəqəmcə 1, 2, 9 deyir də burada.
7 dənə gəlsək, düşür 7-ci qrupa. 7-ci qrupdan hansı element idi? Flor elementi idi. Deməli, Y sənin flor elementindür. Z isə birinci dövrdə 2 element, ikinci dövrdə 8 element. Deməli, 1 ilə 2-ni doldurub keçib, üçüncü dövrdə 4-cü qrup elementidir. Həmin bu Z. Üçüncü dövrdə başlayıb natrium elementindən. Natrium, maqnezium, alüminium, silisium elementidir bu. Hansı ki 4-cü qrupda yerləşir. Bəli. Deməli, bizim Z-imiz də oldu nə? Silisium. Bəli, silisium, flor 4 birləşməsi var. Yəni ki, bu da olacaq YZ4. Elementin əmələ gələn birləşmənin formulu YZ4 olacaq. Silisium, flor 4. Silisium Z idi. Flor isə Y idi. Hə, ZY4 olacaq daha doğrusu. ZY4. Elementin yerini qarşıya yazdıq. ZY4 D variantı. 33-də nədir? İyon X 2 mənfidir. Elektronun sayı 18-dir. X elementinin sıra nömrəsi, qrupu və dövrün müəyyən edək. Əgər ki bu iyon halındadırsa, elektronun sayı 18-dirsə, onda bunun protonun sayı neçə olub? Protonun sayı olacaq 16 olub ki, çıxma olub, üstünə gəlib 2, eləyib 18. 18. Sıra nömrəmiz olur 16. Fikir versək ki, bizə X iyonunun yox, X elementindən söhbət gedir. X elementindən söhbət gedirsə, onda biz protonun sayını 16-nı bölərik 2, 8, 6-ya və 6-nı da deyərik ki 3S2, 3P4. Üçüncü dövr, buradan üçüncü dövr 6-cı qrup əsas yarım qrup elementi olacaq. Cavab Y variantı. Amma X iyonun halını iyon desəydi, onda elektronu bölərdik biz. Elektrona görə tapardıq qrupunu və dövrünü. 34-cü sualda. 34-də verir bizə azot atomunun N7 və azot molekulunda 7N2, aha, N2 qazından söhbət gedir molekul deyəndə. Neçə cütləşməmiş elektron var? Atomunda azot 7 yazarıq. 2 bura düşəcək, 5 bura düşəcək. 5-i 2S2 bu cütləşmişdir. 2P3 deyəndə artıq 3 ədəd cütləşməmiş elektronum var. Burada deməli 3 ədəddir atom halında. Bəs azot N2 olanda 1 azotun 7 elektronu varsa 2 azotun 14 elektronu var və 14 elektron artıq molekul halında olanda 14-ü bölərik 2-yə, 8-ə və 4-ə. 4-ə də deyərik 3S2, 3P2. S-də hər biri cütləşmiş 2 elektron 2 də cütləşib. P-də cütləşməmişim var. 1, bu da ikinci elektron. 2 ədəd cütləşməmiş elektronum da var. Bəli, biz bunu belə elektronlarına böləndə N-i 14 yazıb 2, 8, 4 yazanda 3S2, 3P2 alarıq və görək ki 2 ədəd tək elektron var. Lakin bunu bu qayda ilə aparmırıq. 14 edib, elektron sayı 14 edib onu elektron formuna bölmürük. Ona elə şifahi şəkildə belə baxırıq ki, N azot 7-dir. Bu bir azot atomudur. Və ikinci olaraq da yenə azot molekulu deyəndə bizə, azot molekulu deyəndə nə idi? N2 idi. Yəni azot 7-dən 2 ədəd var və azot 7-nin ikincisini də biz 2 və 5 yazıb. Bu 5-i 2S2, 2P, 3 yazanda, P-ni tək elektronlarına ayıranda, tək elektronlarını yazanda gördünüz, baxın bu molekulun bir atomu, bu molekulun ikinci atomu. Burada təklər birləşəcək. Nə olacaq? Cüt elektron olacaq. Hər biri nə olacaq? Cüt elektron olacaq. P yarım səviyyəsində artıq bütün elektronlar cütləşmiş olacaq. Tək elektronumuz qalmayacaq və ona görə də molekul halında tək elektron yoxdur. Molekul halında bütün atomların molekul halını bu cür nəzərə alsaq, əgər atom halında həmin elementdə tək elektron varsa, onun molekul halına söhbət gedərsə, artıq orada nə? Tək elektron qalmayacaq. 0 olacaqdır. Cavab B variantı olarına görə. Gəlir 37-ci sual. 37. Hansı iyonun elektron formulu? İyonun elektron formulu ilə eynidir.
formol eyni gəlmək deyirsə, elektronumuzun sayı eyni olmalıdır. Burada neçə elektron olacaq? 10 elektron olacaq. 13 protonum var, müsbətdirsə çıxaram 3-ün eləyər 10. Burada da 13, 10 elektronumu olanı tapmalıyam. Baxın, flordur. Florda minus 1'dir. Üstə gələcəm, eləcək 10. Cavab D variantı. Elektron sayı bərabər olanda elektron formolda oxşar olacaqdır. Bəli. Atomun elektron formolundan da suallar bu qədər idi.